lazımdırsa təcil tibbi yardım da gəlib. Sən buradan onu niyə çəkirsən? Sualım budur. Bu ədəbsizlikdir. Birincisi burada o hadisədə iştirak edən adamın görünüb görünməməsini istəməsidir. Bəlkə adam heç istəmir ki, belə bir şeylə işıqlandırılsın, bildirilsin. Bunu da qoydum qırağa. Gəlib keçənlərin üzünü çəkirsən. Bu da doğru deyil. Bunu da qoydum qırağa. Polis əməkdaşı orada ola-ola, təcili tibbi yardım əməkdaşı orada ola-ola, sən bu andırınla nə kömək eləyirsən ona? Üçüncüsün, götürəcəksən, atacaqsan bunu TikTok'a. TikTok'da da bu sənin üçün viral olacaq, sənə like gətirəcək, sənə saxta followerlar gətirəcək, sənə saxta şərhlər gətirəcək. O şərhlərin içində sənə təhqirlər də gələcək, səni tənqid də eləyəcəklər. Nə oldu, neynədin?